أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد Allah Teala'ya həmd sənalardan sonra yəni Allah Teala'dan istəyirik ki Allah Teala qardaşımızın evladını onun üçün göz bəbəyi etsin. Allahı sevən və Allaha itaətdə böyüyən kimsələrdən etsin. Həqiqətən yəni evlad yəni Allah Teala'nın bəxş elədiyi böyük nemətlərdən biridir. Əgər düzgün tərbiyə olunarsa, yəni onlar bir xəzinədir. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, İdə mətə İbn-i Ədəmə inqata aməluhu illə min tələf. İnsan evladı öləndən sonra, insanoğlu öləndən sonra üç şeydən başqa bütün əməli kəsilir. Və onlardan birincisi sadaqatun cariyə, axan sədəqədir. İkinci, əv ilmun yuntəfəu bih, faydalı elm. Və üçüncü isə əvvələdun salihun yed'ulə, dua edən salih evladın duasıdır. Salih evladın duasıdır. Həm dua çatır və həmçinin evlad nə qədər salih olarsa, yəni ata, valideyn, evladların salih olmasına səbəb olarsa, yəni onların etdiyi hər bir əməldən onlara da qazanc, savab çatır. Və buna görə də Allah Teala buyurur ki, وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاسْتَبِرْ عَلَيْهَا لَا نَسْأَلُكَ رِزْقًا نَحْنُ نَرْزُقُكَ وَالْعَاقِبَةُ لِلتَّقْوَى. Yəni sən ailənə namazı əmr et. Namazı əmr et və özün də bunun üzərində səbirli ol. Namazın üzərində və həmçinin davamlı şəkildə əmr et. Əmr etməyin üzərində də səbirli ol. Biz səndən ruzi istəmirik, sənə ruzi verən bizik. Və bundan başqa nə qədər ayələr vardır ki, yəni ailənin qorunmasına, onların tərbiyə olunmasına həvəsləndirən ayələr vardır. Və həmçinin Allah Teala Təhrim surəsi 6-cı ayədə buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu qu ənfusəkum və əhlikum nara. Ey iman gətirənlər, özünüzü və ailənizi oddan qoruyun. Və quduhən-nəsu vəl-hicara. Yəni elə bir od ki, onun yanacağı insanlar və daşlardır. Aleyhə mələikətun qilazun şidədun la ya'sunallaha ma əmərahum və yef'aluna ma yumarun. Və o odun üzərində çox sərt mələklər vardır. Onlar Allahın əmrinə asi olmazlar və əmr olunanı dərhal yerinə yetirərlər. Yəni insanın üzərinə düşən, yəni ailənin qorunmasıdır. Necə ki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, Kullukum ra'in fəməs'ulun an ra'iyyəti. Və siz hər biriniz rəiyyət sahibisiniz və hər bir insan da öz rəiyyətindən əli altında olanlardan sorumludur. Yəni qadın evində uşaqları üzərində və kişi də ümumiyyətlə ailənin üzərində ixtiyar sahibidir və onlardan sorumludur. Və Əli radiyallahu anh'a gəlir ki, onları qoruyun, yəni onları ədəbləndirin və tərbiyəsini gözəlləşdirin. Və İmam Əhməd rahimehullah deyərdi ki, əgər mən evladıma gözəl tərbiyə versəm və ona Quranı əzbərlətsəm və həmçinin onu evləndirsəm, artıq onun haqqını ödəmiş sayılıram. Qalır onun haqqı. Yəni valideyn haqqını o ödəməlidir. Deməli, gözəl tərbiyə və Quranı əzbərlətmək və həmçinin onu evləndirsən. Və Hasan-ı Basri rahimehullah deyərdi ki,
alimlər uşaqları öz ana atasından, öz valideynlərindən daha çox sevirlər. Alimlər uşaqları öz valideynlərindən daha çox sevirlər. Çünki valideynlər uşaqları, evladları dünyanın istisindən, dünyanın soyuğundan qoruyurlar və alimlər isə onları axirətin istisindən, axirətin soyuğundan qoruyurlar. Deməli, axirətdə cəhənnəmlə, odla, atəşlə əzab olduğu kimi soyuqla da əzab vardır. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, Allah Teala cəhənnəmə ildə 2 dəfə nəfəs almağa icazə vermişdir və sizin yay aylarında hiss elədiyiniz, tapdığınız o şiddətli isti cəhənnəmin aldığı nəfəsdəndir və həmçinin qış aylarında hiss elədiyiniz o şiddətli soyuq cəhənnəmin nəfəsindəndir. Və buna görə də insan bilməlidir ki, bunlar əmanətdir. Ailə artıq əmanətdir. O əmanət haqqında insan sorulacaqdır. Hədisdə də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, "Mə min abdin yestə'ihillahu ra'iyyətən yamutu yevmə yamutu və huvə gâşşun li ra'iyyətihi illə harramallahu aleyhil cənnə." Allah Teala bir kimsəni rəiyyət sahibi edərsə və öldüyü zaman rəiyyətinə xəyanət edərək ölərsə, Allah Teala cənnəti ona haram edər. Bir kəsi rəiyyət sahibi edərsə, bu rəiyyət sahibi aşağıdan, ailədən başlayır, yuxarılara qədər və öldüyü zaman ailəsinə, rəiyyətinə xəyanət edərək ölərsə. İbn-i Seymiyyə rahimehullah deyir ki, ailəsində münkəri görüb dəyişməzsə, şəriətin bəyənmədiyi, xoşlamadığı bir işləri ailəsində görüb, evində görüb, susarsa, dəyişməzsə və yaxud Allahın əmirlərini evdə buyurmazsa, artıq xəyanət etmiş olur. Xəyanət etmiş olur və belə ölərsə Allah Teala cənnəti ona haram edər. Allah qorusun. Bəzən insan evladı üçün dünyavi tərəfdən lazım olan hər bir şeyi təmin edir. Qış aylarında bütün istilik sistemləridir, ayaqqabı, paltosundan tutaraq hər bir şeyini alır və həmçinin digər ehtiyaclarını hamısını ödəyir. Amma axirətinə gəldikdə isə axirət məsələləri ilə bu qədər maraqlanmır. Əgər insan bilsə ki, həqiqi sevmək necə olur, həqiqi sevən valideyn, evladlarına ən əsas axirətini qazandıracaq əməlləri buyurmasıyla, əmr etməsilə olur və həmçinin cəhənnəmə aparan yolları göstərib ondan çəkindirməsilə olur. Yoxsa qiyamət günü baxmayaraq ki, bir-birlərini tanıyacaqlar, hamısı bir-birindən uzaq olacaqdır. Necə ki, Allah Teala buyurur, لِكُلِّ مْرِئٍ مِّنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ. O gün hər bir insanın özünü məşğul edəcək bir işi olacaqdır. Hər kəs öz hayında olacaqdır. Ata evladından, evlad atadan, qardaşından, hamısından qaçacaqdır. Və həmçinin Allah Teala başqa ayədə buyurur, يُبَصَّرُونَهُمْ يَوَدُّ الْمُجْرِمُ لَوْ يَفْتَدِي مِنْ عَذَابِ يَوْمِئِذٍ بِبَنِيهِ. Onlar bir-birlərini görəcəklər, bir-birlərini tanıyacaqlar. Amma günahkar insan isə istəyəcəkdir ki, arzulayacaqdır ki, evladlarını fəda verərək cəhənnəmdən qurtarsın. Ya Rab, evladlarımı cəhənnəmə at, bircə mən qurtarım. Və sahibətihi və əxi. Öz yoldaşını
və həmçinin qardaşını. Ya Rab, bunları da cəhənnəmə at, təki mən qurtarım. Və fasilətihi illəti tuvi və ona sığınacaq verən qəbiləsini. Ya Rab, qəbiləmi də cəhənnəmə at, təki mən qurtarım. Və mən fil ardı cəmiən thumma yunci və yer üzərində kim varsa, onların hamısını cəhənnəmə at, təki mən qurtarım. Allah Teala buyurur ki, kəllə, xeyr, innəhə ləza, həqiqətən cəhənnəm alovlu bir atəşdir, nəzzəətən lişşəvə və insanın başının dərisini dartıb qoparan bir atəşdir. Təd'u mən ədbərə və təvəllə və cəhənnəm üz çevrəni və arxa çevrəni özünə tərəf çağırır. Və cəməə fəu'a və malı yığıb xəsislik edəni. İnnəl insənə xuliqə həlu'a, həqiqətən insan mala qarşı kəmhövsələ yaradılmışdır. Yəni bu ayələr açıq aydın bildirir ki, qiyamət günü insan öz yaxınına belə bir həsənət, bir savab olsa verməyəcəkdir. Bir savab. Hansı ki, anası onu bətnində aylarla gəzdirib, oğlum bir həsənət verməyəcəkdir. Ona görə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ayə nazil olduğu zaman وَأَنْذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ sən qohum əqrabanı qorxud, qarşıda olan əzabla qorxud və Peyğəmbər sallallahu aleyhi və səlləm bir-bir onları çağırır və onları xəbərdar edir. Və hətta qızı Fatiməyə deyir ki, Səlini min məli məşid, sən mənim malımdan, dünyada olan mal dövlətdən istədiyini istə, könlündən keçəni istə və mə uğni anki minallahi şeyə. Qiyamət günü sənə heç bir fayda verə bilmərəm. Yəni Allahın Rasulü və yaranmışlar içərisində ən əfzəli öz qızına, öz ciyər parasına, ondan olan bir hissəyə, necə ki, deyərdi ki, Fatimə məndən bir hissədir, ona olunan əziyyət, mənə olunan əziyyət kimidir. Yəni, ona fayda verə bilmirsə, yəni başqalarına, yaxınları, hətta Peyğəmbər s.ə.v olsa belə necə, yəni fayda versin, əgər insanın əməli yoxdursa. Və ona görə digər hədisdə də Allah Teala buyurur ki, İnnəmə hiyə əməlukum uhsihə ləkum, yəni bu sizin əməllərinizdir. Bu əməlləri mən sizin üçün sayıram, qoruyuram, yazıram. Fəmən vəcədə xeyran fəliyəhmədilləh. Kim qiyamət günü əməl dəftərində xeyir görərsə, Allah həmd eləsin. Çünki müvəffəq edən Allah Teala'dır. Yəni, insanın etdiyi yaxşı əməllərin hamısı Allah Teala'nın yardımı sayəsindədir. وَمَنْ وَجَدَ غَيْرَ ذَٰلِكَ فَلَا يَلُومَنَّ إِلَّا نَفْسَهُ. Kim bundan başqasını görərsə o əməl dəftərində, yalnız öz nəfsini qınasın. Öz nəfsini qınasın. Niyə? Ona görə ki, Allah Teala yəni bizim ibrət almağımız üçün kifayət qədər dəlillər göndərib və həmçinin etdiyimiz yaxşı əməllər 10 mislindən 700 və daha artığa qədər verilir. Günahlar isə misli qədər verilir, artıq verilmir. Yəni, belə bir halda yenə insan azırsa, yenə insan doğru yoldan çıxırsa, həlak olursa, yalnız öz nəfsini qınamalıdır. Çünki Allah Teala şəkurdur. Rəbbimiz şəkurdur. Yəni, Allah Teala insanın etdiyi balaca bir əməli böyük şəkildə qarşılayandır. İnsanın etdiyi, qulunun, bəndəsinin etdiyi az bir əmələ böyük mükafat verəndir. Böyük mükafat verəndir. Əgər balaca bir əməl böyük mükafatla qarşılanırsa və günah isə yalnız öz mislində verilirsə, bununla yanaşı yenə insan bu cür açıq aydın doğru yoldan çıxırsa, yalnız öz nəfsini qınamalıdır. Günahı başqa yerdə axtarmalı deyildir. Hətta bir hədisdə Peyğəmbər s.ə.v buyurur ki, sizdən biri bir xurmanı sədəqə verər
və Allah Teala o sədəqəni böyüdər. Onu dağ qədər edib, onu qəbul edər. Necə ki, sizdən biri dəvənin və yaxud da atın balasını bəsləyib, böyütdüyü kimi Allah Teala o sədəqəni böyüdərək dağ qədər olduqdan sonra qəbul edər. Çünki Allah Teala şəkurdur. Allah Teala buyurur: "Mə yəfalullahu bi'adabikum in şəkartum və əmantum və kanallahu şakiran alimə." Əgər siz şükr etsəniz, əgər siz iman gətirsəniz, Allah Teala'nın sizə əzab verməsi nəyinə lazımdır? Allah Teala özü şəkurdur, şakirdir və hər şeyi biləndir. Deməli, Allah Teala'nın şükr etməsi, şakir olması, yəni o deməkdir ki, qulun etdiyi balaca bir əməli böyük şəkildə qarşılayan, yəni böyük mükafat verəndir. Yəni, dəlillərdə elə bir şey yoxdur ki, Allah Teala yaxşı əməlin mükafatını mislində versin. Yaxşı əməlin mükafatı ən azı 10 mislindən və daha artıq verilir. Çünki ilahi hədisi də Allah Teala buyurur ki: "Mən təqarrabə iləyyə zira'an, mən təqarrabə iləyyə şibran, təqarrabtu iləyyə zira'an." Kim mənə tərəf bir qarış yaxınlaşarsa, mən ona tərəf bir dirsək yaxınlaşaram. Kim mənə tərəf bir dirsək yaxınlaşarsa, mən ona tərəf bir qolaj yaxınlaşaram. Kim mənə tərəf yeriyərək gələrsə, mən ona tərəf qaçaraq gələrəm. Fikir verin, eyni olmadı. Hamısında daha artıq. İnsan addım atdısa, yəni müvəffəq edən, insanın qəlbinə əzmkarlığı, qətiyyəti yerləşdirən, yəni Allah Teala'dır. Tək insan düzgün addım atsın, düzgün, yəni yönəlsin. Ona görə İbn Teymiyyə rahimehullah buyurur ki, əgər sən bir əməl etdinsə, bir ibadət etdinsə və o ibadətin şirinliyini hiss eləmədinsə, fəttəhim nəfsək, özünü qına və öz nəfsini ittiham elə, çünki Allah Teala şakurdur. Çünki Allah Teala fəinnər Rabbə şakur, həqiqətən Rəbbimiz şakurdur. Əgər sən ibadət edib, ibadətdə şirinlik tapmadınsa, o ibadətin ləzzətini duymadınsa, nəfsini ittiham elə. Çünki Allah Teala mükafatlandırandır. Yəni, o mükafat gəlmədisə, problem sənin, mənim etdiyimiz əməldədir. Düzgün yönəlməmişik, zahirən yönəlmişiksə də, əsas qəlbən ibadətdə yönəlmək hasil olmadığı üçün, yəni o mükafat da verilməyib. Ona görə İbn Qayyim rahimehullah deyərdi ki, namazda olan, ibadətdə olan xuşu, yəni insan onun doğru düzgün şəkildə həyata keçirməsi, həm ruhən və cismən yerinə yetirməsi əsas özəyidir, ibadətin özəyi adlanır. Və elə bil ki, xuşu olmadan, yəni yerinə yetirilən namaz başsız bədənə bənzəyir. Başsız bədən. Yəni, əgər bədəndə baş yoxdursa, o bədən necə faydalansın? Artıq ölü bədən sayılır. Və həmçində o namaz da bir növ namaz sayılmır və ona görə də insan o mükafatı Rəbbi tərəfindən götürə bilmir. Yəni, Allah Teala şəkurdur. İnsanın etdiyi hər bir əməli mükafatlandıranda artıqlamasıyla və sadəcə insanın üzərində düşən düzgün şəkildə yönəlməsidir. Necə ki, İbn Teymiyyə rahimehullah buyurur, əgər insan hər şeydən çevrilərək bütövlüyü ilə Allaha tərəf yönələrsə, Allah Teala onu qəbul edər. Onu qəbul edər. Əgər yox, müvəffəqiyyət alınmayıbsa, deməli bizim atdığımız addımlarda, bizim yönəlməyimizdə xələl var. Yönəlməyimizdə, problemlər var. Ona görə, həqiqətən, bu nemət uca nemətlərdən biri sayılır və ya qeyd olduğu kimi evlad neməti. Hətta bəzən alimlər buyurur ki, əgər insanın 10 evladı olarsa, onlar düzgün tərbiyə olunarsa, elə bil ki, insan 600, əgər orta yaşla 60-70 yaş yaşayırsa, bu həyatda ikən hələ 600 il yaşamış kimidir. Amma insanın ömrü nə qədər uzun olsa da, 1000 il yaşasa belə, ölməyi ilə əməl kəsilir. Amma özündən sonra salih zürriyyətin buraxılması isə, hələ dünyada ikən hələ 600 il deməkdirsə və onlardan da törənənlər salih olarsa, gör nə qədər insanın həyatda olması
yaşaması deməkdir. Və ona görə insan yəni az əməl edib, çoxlu qazanclar fikirləşməli. Necə ki, tacirlər fikirləşir. Dünyavi tacirlər fikirləşirlər ki, mən necə az sərmayə istifadə edərək çoxlu qazanc əldə edim. Və eyni ilə də insan da Rəbbi ilə olan ticarətdə, yəni belə şeylər fikirləşməlidir ki, az əmək sərf edərək çoxlu qazanc götürsün, davamlı qazanc. Yəni elə bir şey var ki, insan az götürür, bir gün, 2 gün qazanc götürür, amma elə əməllər var ki, davamlı olur. 1 il, 2 il və yaxud da daha da artır. Yəni, və alimlərin gətirdiyi misal, evladlar da bu misallardan biridir. Və sözsüz ki, imkanları olan üçün başqa misallar da var. Yəni, vaxt deyilir ona, yəni hər hansı bir malı həbs eləmək Allah yolunda, yəni səmərəsinin Allah yolunda olması, belə həbs olunur və səmərəsi isə Allah yolunda buraxılır. Necə ki, bəzi ölkələrdə var, binaların tikilməsidir. Bina tikilir, vaqf adlanır. Yalnız burada dul qadınlar yaşaya bilər. Yəni, kiminsə mülkünə çevrilmir. Və həmçinin vaxt var ki, orada ancaq tələbələr yaşayır. Tələbə gəlir, yaşayır, çıxır, gedir, başqası gəlir. Və bu cür və davam edir. Və o bina sökülənə, dağılana qədər onun üçün sadaqatın cəriyə olur. Və həmçinin digər əməllər insan özü fikirləşərək ortaya çıxarda bilər. Yəni, az əmək sərf etməklə çoxlu qazanc əldə eləməsi, əgər insanın o cür imkanı yoxdursa, yəni evladları Allah Teala verir. Sadəcə onların üzərində düzgün işləməsi, yəni tərbiyəsi ilə məşğul olması, əgər onlar düzgün tərbiyə olunarsa, yəni ümmət üçün yararlı bir kimsələrdən olarsa və sözsüz ki, nə qədər böyük qazanc əldə edənlərdən olur, hətta öldükdən sonra axıb gələn sədəqələrdən sayılır. Yəni qəbirdə ikən bir növ bir kanal açılır, o kanalla ona savablar axaraq gəlir. Və Allah Teala'dan istəyirik ki, Allah Teala hər birimizi eşitib, sözün yaxşısına tabi olanlardan etsin. Necə ki, Allah Teala buyurur, "Əllezîne yestemi'ûnel qawle feyettebî'ûne ahseneh. Ulaikellezîne hedâhumullâhu ve ulaike humul albâb." O kəslər ki, eşidərlər, dinləyərlər və sözün yaxşısına tabi olanlar, onlardır hidayət üzərində olanlar və onlardır, yəni ağıl sahibləri. Və Allah Teala bütün müsəlman evladlarını onlar üçün gözləməyi etsin və onlar üçün bir xəzinə etsin, onlar üçün axan sədəqələrdən olsun və onlar dünyadan köçdükdən sonra onlar üçün daima dua edənlərdən olsun. Çünki evladın duası ilə valideynin və qohumlarının əzabının da yüngülləşməsinə səbəb olur. Allah razı olsun. Sallamu aleyhi Muhammed və alə alihi və səlləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.